Qurban olun millətimə. Bu gün 29-cu bölümümüzdəyik. Hər dəfəsində yadımdan çıxır neçənci bölümdə olduğumuz. Bu gün 29-cu bölümdəyik və bu gün mənə atdığınız həmin o Azərbaycan videolarına baxacağıq. Sifətim çox parıldadır deyəsən. Azərbaycan dövlətində və trendlərində görək nə tipdə videolar var. Getdik. Deyir avtobusda arxada oturan iki ərgənin söhbətinə qulaq asaram. Mən aşkımın aşkıyam. Mən hamıdan başqıyam. Mənim balam baldadır. Amma arada olduğum mənə Allah'ım. Mən Allah sən Allahsın. Yox, Allah. Mən heç adam istədiyi insan Allah'da. Adam istədiyi insan Allah'dan ey. Hər kəsin münasibətlə söz eləyəndən sonra yaşayacağım milli münasibət. Qaqaş gəlib bizim həyətə düşüb gəlir götürür. Oy zübbi. Qaqaş yoxa çıxdı da yəni bildim. Biraz Qaqaş kosmosa sonra ilk Azərbaycanlı oldu. Həyat yoldaşını belə sevəcəksən, belə sahiblənəcəksən, başa düşürsən? Oğlanlar bayra icazə istəyəndə müəllim. Ben bayrağa çıxsam olar mən 5 dəqiqə. Belə bir şey gözləmirdi. Bir top dondurma sizə, yoxsa iki top sizdən sonraki şəxsə? Məndən sonraki şəxsə. Ay, necə düşüncəlisiniz? Davam edək. Tamam. Buna oxşar bir video bir daha görmüşdüm. O görə çox da şaşırmadım. Böyle ailemin bana olan tahammül seviyesi. Ne bakıyorsun anne? Ne yapıyorsun? Kendimi çekiyorum. Sebep? Çıkmak istiyorum. Allah. Səbəb Bakıda xanım küçədə paltarını dəyişdi. Oy zibilətə baxılar ama. Ay zibil. Bu ediləsi ən səhv ölkədə Azərbaycan başa düşsən yəni. Ay tamamına baxa bilməzəm. Yəni qadının elədiyi də düz bir şey deyil. Adamların elədiyi də düz bir şey deyil. Prosta başa düşsən yəni yolun ortasında paltarını dəyişən bir insan baxanda qadınlar belə baxır da başa düşsən. Qarışqa səsi çıxarda bilirəm. Ha, buyurun. Mən qarışqa səsi çıxarda bilirəm. Olar. Olar. Başlayıram. Necə idi? Həyatımda gördüm mən qəşəng qarışqa səsi çıxartma. Sənin qarışqalardan indi iş təklif edəcək. Qarışqa sözünü düzgün yaza bilməyən savadsızlar. Qarışqa. Həqiqətən sən yazırsan bir şey, indi bir şey verdim. Ha, oxumaq adı ilə Bakıya gəliblər. Səhərinizin saat neçədə? 6-nın yarısı. Bunlar burada nə gəzir? Yəni mən oğlan ola yəni saat nə bilim saat 12-dən 1-dən sonra yəni evə yığışıram. Yəni başa düşürsən bu nə bilim yəni 2 gündən sonra deyəcəklər ki mən namuslu qeyrətli oğlan istəyirəm. Bizdən uzaq olsunlar, Allaha yaxın olsunlar. Başqa heç nə demirəm. Azərbaycan gənclərinin əsas problemi nədir? Görə Azərbaycan gənclərinin əsas problemi nəymiş? Azərbaycan gənclərinin əsas problemi nədir? Heç nədən problemimiz yox xanım. Pulumuz da var müşkül. Hələ, bomba. Başımız var olan şeydir. Nə qədər? Nə qədər var? iPhone krediti. 2600 manat, çox deyil. Azərbaycan gənclərinin problemi research eləməmə qabiliyyətidir və salam. Research eləməmə qabiliyyətidir. O sual verdim, dəyərləndirmədilər. O Qutqo ilə metroya minirlər. Mən baxanda Qaqaşa baxın. Mən Qaqaşa baxanda pişdim istəyirəm. Sualımı sənə verəcəm, əminəm ki, yaxşı cavab verəcəksən. Azərbaycan gəncliyinin əsas problemi nədir? Research eləməmə qabiliyyəti, heç nəyi axtarmırlar, heç nəyi araşdırmırlar. Tək problem budur. Bu düzəlsə hər şey düzələcək. Evdə oturun. Məsələn baxanda düz deyirəm. Ağızlarına gələni danışırlar deməyə çalışır Qaqaş. Yəni qısaca onu deməyə çalışır. Ağızlarına gələni danışırlar, bilib bilmədən danışırlar, heç nəyi araşdırmadan danışırlar. Bu qədər sadədir. Coraba diqqət. Mənim gözümün qabağında min dənə qızla yazışırsan. Hansı sən hansı mədəniyyətlə danışırsan? Buna yaraşır, buna yaraşır. Şu sənin başına. Pul olub da sən başına elə. Bir tərəfdə düzdür. Başa düşsən kişilik qınamaq olmur. Söhbətin əsli bilmir amma yəni nə deyim. Halal olsun çıxıb taksi eləyir, evə çörək aparır. Allah evinə sümük aparan bütün itləri qoyur. Həm yaşlarım var ki, onlar yeyib çift şef eləyəndə mən əziyyət çəkirdim, gələcəyimi fikirləşirdim. Düzdür. Onlarla mənim fərqimi belə izah eləyə bilərəm ki, onlar işıqlı yolda gedəndə mən qaranlıq gecələrdə yol axtarırdım. Bəli, Allah itlərimizi qorusun hamısını. Hilal Zədən videosu gəldi. Ay mən bayra çıxıram. Hara gedirsən? Kimdən gedirsən? Nöşün gedirsən? Neyniyəcəksiniz? Nə vaxt gələcəksən sən evə? Nə vaxt yığışırsan evə? Bayra çıxıram. Bax burada iki ehtimal və ya çox rahat bir şəkildə icazə verəcək. Sən kimsən hə? Bu gözləmirdim. Mövzu o şəxs olduqla mənim qürursuzluq. İstəyir. Aslan səni ant verim o qəbri bibinin yatdığı qəbrinə. Denə üzü üzümə, gözü gözümə. Denə ki mən səni istəmirəm. İstəmirəm. Belə sınmaq yoxdur da yəni. Çünki yalan deyirsən. Mən səni Sən istəmirəm. yalan deyirsən. Mən səni istəmirəm. Pointdə qoyub ki, yox sən məni istəyirsən qardaş, mən bilmirəm. Sən məni istəyirsən, başa düşmürəm də, yəni istəməm vəziyyətindəsən. Qaynatamın yer az olmağını istəyirəm. Home please. Why do you want to go home, Jane?
Are you on drugs? Are you? Görən nə varmış yazdı. Pul, qadın, maşın, ətir, saat, qadın, gül. Həqiqətən hər şey varmış, təbrik edirəm. Harda oxuyursunuz? Mən Bakı dövlətdə oxuyuram, yəni orta universitet. Bakı dövlət toyğun budur. Nə budur? Budur, toyğun budur. Bura qız qaldı gətirmisən. Mən zarafat Uyğun budur nə ki? Sən Mən altdan universitet. Harvard, Oxford, Cambridge, indi də Adada oxuyuram. Əziz qrup yoldaşım Rasim, biz bir yerdə oxuyuruq. Biz maşın qayırma zavodunda oxuyuruq. Burada da Maşının qayırma zavodunun dekanı Bunlara gülənlərə əlavə pul verirlər. Mən başa düşmədim yəni. Sən bir dənə sözdəyəm. Mənim heç bir aktyorluq yeteneğim olmasa belə, yəni Etiraflar seriyasında elədiyim aktyorluq belə bunların içindən 5 dəfə yaxşıdır da. Mən də taxtını bu qasımın içəridən içində. Biraz yeganə xəstəxanada ciddi gedib öyle qayıdırsan. Onlara heç bir xeyrin dəymir zaten. Sən gəlsən də maaşlarını alırlar, gəlməsən də maaşlarını alırlar. Yəni necə sifət göstərmədən gözləyirsən? Qızın təşrifinə baxın, heç utanmır heç. Supermarketdə baş verən bir abırçığa bax da. Girmişəm bura özümə su almağa. Bir dənə qız yaxınlaşıb işçidir. Özü buranın işçisi də, yəni burada işləyir, kassirdir. Yaxınlaşıb ki şeydir, bəs gəl səndən tanış olaq ora-bura. Deyirəm tanış olmam da. Deyir bəs nömrə ver, səninlə banan verim, nə edeyim, nə qarım. Banan? Nəysə də o şimdi sizə göstərində təxminən harda oturub göz. Elə bir ki, bax buradan sola dönürsən. Həqiqətən yəni belə əxlaqsız təşrifləri kim qəbul edir? Yəni belə təşrif var. Görürsən hələ. Bəs səndə kişisən bunu paylaşırsan. Hay Allah, ay Allah, ay Allah. Ay da bizim Azərbaycanın yumoru ölüb. Videonu demirəm. Video qəşəng videodur bu arada. Yoruma baxırsan, videodan heç nə başa düşməyib. Videodan heç nə başa düşməyib də, yəni başa düşürsən. Yumor nədir, ironiya nədir? Heç nə başa bilmirlər, heç nə bilmirlər. Ancaq ağızlarına gələn danışırlar. Evdə sıçan var idi da. Sıçandan da qorxurdum. Mən tələni qurdum, getdim işə. Qayıdıb gələndə gördüm ki, sıçan düşüb təliyə, belindən vurub da təli onu, amma sağdır. Mən qorxdum onu oradan çıxartmağa. Dedim qoyum pəncərədən çölə, qoy orada ölsün, öləndən sonra ölüsünü çıxardaram. Mən onu Pəncərədən çölə qoyum ölsün. Pəncərədən çölə qoyana niyə ölür? pəncərədən çölə qoydum. Bu an azan oxundu. Mən o sıçanın, bizim bəyənmədiyimiz, sevmədiyimiz, iyrəndiyimiz sıçanın azanın səsini eşidən kimi 3 dəfə əlin göyə qaldırıb başını yerə qoyub səcdiyə getdiyini gördüm. 3 dəfə. Səcdiyə gedəndən sonra canım tapşırdı. Nə bilim, danışsam bir dərd, danışmasam bir dərd. Yəni gülüb keçməkdən başqa heç bir çarəmiz yoxdur da. Biraz bizim iç çay dəmli. O gün bizim şikayət paltarları yoldu. Məzələn sən? Kamerada özümə baxırdım, o görə belə gülürdüm. Yoxsa video yəni bildiyin yəni şeydir də yəni. Yazıb şu oxuyan mən deyiləm arxamdakı. O üzümü görürsən hələ. Yaxşı bunu dedin. Həqiqətən sən oxuduğun bir şeydir. Xahiş edirəm, engellə bunu. Hardan engelləyirsən? Çıxaq çölə. Haqqı? Ha, çıxaq oynayaq. Yalan deyirsən. Umud vermə, and iş. Haqqı çıxaq parka gedək, hə? Əkirim məzələm. O üzümü. Parkda da qəşəng itlərlə oynayarsan. Bax Allahsan inciyərəm. Ha, yox ya, niyə yalan deyirsən ki? Yesiz, bayırda saçqada alarsan. Dala kız yox. Kendi top da götürək oynayarsan. Həqiqətən. İstədiyin qədər axşama qədər oynayarsan. Yaxşı, Yaxşı, izləmə. Yaxşı, özü buraxma. Harun dublajı həqiqətən mükəmməldir, yəni o şəkildə. İtlər ümumiyyətlə çox qəşəng. Bir itdir, bir meymunlar, çox qəşəng olar həqiqətən. Aşk, para, mutluluk, başarı, güzellik, sağlık ve şans 519 7148 412 128 908. Nəsib yaz 41 69 73 88. Sən lazım idi. O mikrofon indi işləməyəcək. Məsələn, bax çox qorxuram belə çıxırdan. Belə insan içinə çıxıb məsələn, bir şey eləyəsən, bir şey eləməyə çalışırsan, məsələn, mikrofonu məsələn tərs tutulub tutmağa çalışırsan da. Prosta eləyə bilmirsən. Cəmaətin qabağında biabr olasan. Məsələn, videolarda bunu eləmək olur. Məsələn, bunu atdım, məsələn, tutmasam belə, məsələn, mən bunu kəsərəm, məsələn, tutduğum yeri qoyaram. Ancaq ora elə deyil axı, ora canlı yayındır, başa düşürsən? 07-də belə bir sistem yoxdur. Heç bir 07-də. Qapını belən yarımçıq buraxırsan özü avtomatik bağlanır. Baxın göstərim sizə. Əlavə qurğu zadı heç bir şey yoxdur maşında. Əlavə deyək ki, nəsə qoşdurur. Bax, sadə 07 qapısıdır. Əlavə heç nə qoşulmayıb maşına. Öz zamoku da zavoskoy. Buyurun göstərim sizə. Qapını yavaşca ötürsən avtomatik özü bağlanır. Bəlkə avtomatik özü bağlandı ya. Mən də istəyirəm bunu 07-dən. Qoy, sən mənə qoy. Gəl başını sinəmə qoy. Həsrətini çəkə
Koyum sizin mahnınıza. Millət olaraq gülünc vəziyyətdəyik. Millət olaraq yox da, yəni bunların yerində olsan həqiqətən gülünc vəziyyətdəsən də, yəni başa düşürsən. Adam nə var? Oy zibil. Şalvarı vicdanına qədər seçib. Qardaşım vicdan belə buradan aşağıda nə başa düşsən? Neçənci ilin videosu sən zaman nə hardılar? Bunlar nə hüqqə çıxardılar ya? Televiziya verəndə yəni bunlara baxmırlar ki, kimi gətirirlər efirə. Yalnız keçən də reyting yığılıb, bəlkə ehtimala görə yəni. Salam, mən ən yaxşı ana mükafatını almağa gəlmişəm. Nə oldu? Əlbəttə. Onu artıq alıblar. Kim al? Kim? Necə? Aha. Yo, mən yo. Qaqa, mən oğlanam. Yo. Bunu şey seçəcəklər, analara atmalarına gələcəklər. Düzdür, mən istifadəm. Ananıza göndərin bu videonu uşaqlar. Boşu zaman harcamaq için Insta sildikdən sonra YouTube Shorts izləyən arkadaşım nasıl hissediyor? Nəsib ilə Nilçe. Qəşəng cavab ver, başa düşün. Bu suala bu cavab yaraşar. Мы слушаем, но не осуждаем. Я сошлась с бывшим. Şillə vur, xahiş edirəm. Мы слушаем, но не осуждаем. İnşallah real olması təsdiqləyirəm. Görə sevgilinlə barışıbsan, sən axmaqmısan dostum? İnşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Əgər video baxmaq üçün mən video atmaq istəyirsiniz, burada gördüyünüz Instagram səhifəsindən və ya burada gördüyünüz Instagram səhifəsindən mənə onu ata bilərsiniz. Video gördüyünüz qismləri yorumlar qismində yazmağı unutmayın. Gələcək videoda görüşmək üzrə. Sağ olun.